بسم الله الرحمن الرحيم إنا أنزلناه قرآنا عربيا لعلكم تعقلون. Və inşallah yenə də söz bizim qarilərimizdir. Amma məclisimizdə bizim dəyərli, böyük alimlərimiz iştirak edir. Hacı Ələmdar Mingəçevirin axundu, bizim əziz qardaşımız və Mir Seymur ağa Neftçaladan zəhmət çəkib gəlib və istərdi ki, inşallah təbərrükən Hacı Ələmdar qardaşımız ki, öz növbəsini verdi Hacı Seymur qardaşımıza və Hacı Seymur qardaşım, Mir Seymur qardaşımız öz gözəl, necə deyərlər, hədisləri ilə, ayələri ilə inşallah məclisimizə daha da zinət versin. Həm də böyük Nəcib ağalarımızdandır ki, inşallah xeyir duasını əksilməz inşallah. Salamatçılığına salavat zikr eləyək. اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والجنة للموحدين والنار للملحدين. Amma bəd, ilk öncə böyük ustadımızdan, Hacı Əhliman qardaşımızdan üzr istəyirik və xüsusən Hacı Ələmdar qardaşımız da böyüklük eləyib, ağalıq elədi, bizə söz verdilər. Allah hamısını hifz eləsin və siz əziz möminləri bugünkü gün münasibəti ilə mən təbrik edirəm. O cəhətdən ki, həm xanım Zeynəb Salamullah əleyhanın viladət günü ərəfəsidir və ikinci cəhətdə buna görə ki, bugünkü gün Quran gecəsidir. Əlbəttə, bu müqəddəs məkanda Allah kəlamın ki, tilavət olunur, tilavəti haqqında mən mübarək Peyğəmbərimizin hədislərindən bir dənə deyim. Həzrətimizin mübarək hədislərindən birində gəlib ki, Həzrət buyurur, لِكُلِّ شَيْءٌ هِلْيَ وَهِلْيَةُ الْقُرْآنِ الصَّوْتُ الْحَسَنِ. Hər bir şey üçün gözəllik var və Qur'an-ı Kərimi də gözəlliyi onun gözəl səslə tilavət olunmasıdır. Və buradakı neçə illərdir bu proqram davam eləyir. Bu qardaşlar zəhmət çəkirlər. Azərbaycanımızın bütün bölgələrində öz gözəl səsləri ilə məclisləri feyzləndirirlər. Allah inşallah onları hifz eləsin, bu işdə onları sabit qədəm eləsin inşallah. Və Qur'anın gözəl səsi insanın ruhunun qidasıdır. Allahın Resulü buyurur ki, مَا بَعْسَلَّهُ عَزَّ وَجَلَّ نَبِيًّا إِلَّا الصَّوْتُ الْحَسَنِ. Allah elə bir peyğəmbər göndərməyib ki, onun gözəl səsi olmamış olsun. Bütün peyğəmbərlərimizin gözəl səsləri olub. Və bu da bir Allahın hikmətidir ki, çünki onlar kamil insan olublar və kamil səs verib Allah o peyğəmbərlərinə ki, ta onların da ətrafında insanlar cəm olmuş olsun. Və Allahın Rəsulunun mübarək hədislərindən birində gəlib ki, İzə iltəbəsət aleykumul fitən kəqtəalləylə muzlim fəaleykum bil Qur'an. Elə ki, problemlər, belə deyək, müşküllər, pis işlər sizə tərəf üz gətirdi, onda Qur'andan yapışın, Qur'andan tutun. Niyə? Çünki buyurur, fəinnəhu şafi'un müşəffə. Qur'an bir şafi'dir ki, şəfaət edəndir ki, qiyamətin günündə şəfaət edər insanlara. Və mahilun musaddaq. İkinci tərəfi də budur ki, Qur'an bir ilahi kitabdır ki, qiyamətin günündə Allah ona şikayət etməklik hüququ da verər. Həm Qur'an-ı Kərimin şikayət etməklik və şəfaət etməklik hüququ var, həm Əhl-i Beyt əleyhissalamın. Və mən cəaləhu əmamə qadəhu iləl cənnə. Əgər
hər hansı bir cəmiyyət, hər hansı bir ölkə, hər hansı bir toplum Qur'anı öndə qərar versə, qadahu iləl cənnə. Qur'an onu cənnətə aparar. Və mən cəaləhu xalfəh saqahu ilənnar. Əgər bir cəmiyyət Qur'anı arxaya ata, onda cəhənnəmə gedər. Çünki Qur'anı gərək həmişə biz öndə tutaq. İnsan, bir dənə misal deyim bu hədisə görə, o qədər problemlər var cəmiyyətdə, bu günləri o problemlərin, müşkillərin nəticəsində insanların zehnində, insan təfəkküründə belə deyək, tormozlanma yaranır. Necə telefon dolanda məcbursan ki, onu formatlayasan, kompüterin özünün format olunmağa ehtiyacı var. İnsanda da bəzən beynində donma yaranır. Görürsən ki, yol keçəndə hətta bir maşın gəlir, siqnal verir, tərəf elə yolun üstündə dayanıb, hərəkət eləmir. Bu nədən irəli gəlir? Bu, çünki insan ruhunda o qədər problemlər yaranır, bu problemin həlli Qur'andır. Əgər insan Qur'andan uzaq düşsə, təbii ki, problemlərlə dolu olar. Əgər Qur'anla biz həmişə bir yerdə olsuq, təbii ki, Qur'an bizim köməyimizə çatar. Və xanım Zeynəb salamullahi aleyhanın viladət ərəfəsi olduğu üçün xanımdan bir söz deyim. Buyururlar ki, elə ki, o gəldilər, Allah lənət eləsin Muaviyə və Ali Muaviyyə, elə ki, bu şəhidlərin kəsilmiş başlarını gətirdilər Şama, orada 4 dənə nasibi qadın sual elədilər. Dedilər ki, o Hüseyin ki deyirlər, xarici, onun başı hansıdır, biz istəyirik ona daş vuraq. Allah lənət eləsin hamısına. Biri göstərdi İmam Hüseyin əleyhissalamın başını, xanım Zeynəb diqqət eləyirdi ki, görəsən bu nə iş görəcək. Bunlar götürdülər yerdən daş və başladılar İmam Hüseyin əleyhissalamın başına daş vurmalığa, nizədə. Xanım Zeynəb salamullahi aleyhi orada bir nifrin elədi. Dedi, Allah, mən bilirəm onsuz bunları cəhənnəmdə yandırarsın sən. Amma səndən bir istəyim var ki, cəhənnəm odun göndərməmişdən, cəhənnəm odun bunları görməmişdən öncə bunları sən yandırasan. Rəvayətdə gəlir ki, Allah bir saiqə göndərdi, bir ildırım gəldi, onların hamısı məhv elədi. Peyğəmbər və əhl-i beyti haqqında bir səlavat deyə inşallah. Və mən bir daha sizləri təbrik edirəm. Allahdan istəyim budur ki, Allah-u Teala dünya və axirətdə bizləri Qur'an və əhl-i beytdən ayrı salmasın inşallah. Allah-u Teala məsumlarımızın bu dünyada ziyarətindən, məhəbbətindən, qiyamət və axirətdə şəfaətindən bizləri bir nəsib etməsin. Allah-u Teala dünyanın hər bir yerində haqq sevər müsəlmanları, əhl-i beyt sevər müsəlmanları, xüsusən Suriyada, İraqda, dünyanın hər bir yerində olursa olsun, Azərbaycanımızda məlun, işid, təkvirçi, xəvaric, onların üzərində qələbə çalanlardan qərar versin inşallah. Allah-u Teala əhl-i beyt sevərləri məlun, mənfur, vəhabi, işid, təkvirçi, zalimlərin qarşısında xaric əlil etməsin inşallah. Allah-u Teala bihaqqi əhl-i beyt cəmi müsəlmanları Həzrət Əli ibn Əbi Talib əleyhissalamın inşallah vilayətində birləşməyinə qərar versin. Və mən sonunda bir daha Hacı Əhləman qardaşımızdan və burada oturan əzizlərdən, qariyə quranlardan üzrxahlıq edirəm ki, böyüklük elədilər, ağalıq elədilər, bizə söz verdilər. Çox sağ olun. Allah hamımızdan razı olsun və Allah sizlərdən də razı olsun. Diqqətinizə görə çox sağ olun. Peyğəmbər və Ali Peyğəmbərə səlavat.